Salam dostlar. Deməli biz gəldik Mingəçevirə balıq evinə. Bax bu mənim proyektimdir, bu qazanxana. Komimizdə 60 kilovatlıq Nobella komisi. Bu Asif Ustanın əlləri var olsun. Mingəçevirdəndir, bu zonadan, bu işdən bağlı, santexnik işindən bağlı, bu kişiyə müraciət edin. Həqiqətən halal olsun. Bax, bir dəfə necə demişəmsə, yəni bir usta kimi də, bu da santexnikdir, illərin ustasıdır. Mənim proyektimlə, baxın, bax, belə bir səliqədə yığıbdır. Səni həqiqətən var ol, mən hər işi bəyənmirəm. Halal olsun saat. Bax, zərgər işi görübdür, bax, qoy belə çevirim. Baxın, zərgər işi görüb, zərgər. Devriyən asosuna bir dənə görün necə səliqədə çəkib, həqiqətən də halal olsunsa. Mən bunu paylaşacağım. Yəqin ki, olar da. Olar. Var ol, səni. Çox sağ olun, siz gəldiniz. Həqiqətən mən sizin bir fərəstkarlı olmuşam həmişə. Sizin əl işlərinə baxıb, oradan həmişə özümə bir göz götürmüşəm ki, həmişə. Qismət oldu bu günə, sizinlə əlaqə saxladım. Sizdən məsləhətlərimi aldım. Sağ olun, var olun. Mənə gözəl, keyfiyyətli mallarla təmin elədiniz. Allah sizdən razı olsun. Sağ ol qardaş. Xeyirli olsun. Allah hər zaman sənin ruzu bərəkətini bol eləsin. Görün bax necə səliqədə dönüb hər birini 45-dən həqiqətən də halal olsun. Valla. Komimizdə Kral kombi. 60 kilovatlıq Nobella. Təxminən 260 kvadrat istipola qurulur. Görün nə səliqəli, necə gətiribdir, indi qoşacaq, işi bu qədər görülüb. Allah xeyir versin qardaş. Allah əllərini də var eləsin. Var olasan.